Hər vaxtınız xeyir. Bu məlumatların daha çox insana çatması üçün xahiş edirəm videomuzu bəyənin, bizə böyük dəstək olmuş olarsınız. Yaxşı, indi isə gəlin uşaqlarımızın bədənindəki o heyrətamiz dünyaya birlikdə səyahət edək. Bugünkü söhbətimizdə nələr olacaq? Deməli, əvvəlcə bağırsağın kiçik köməkçiləri ilə tanış olacağıq. Sonra uşağımızın immun sisteminin əsas mərkəzini kəşf edəcəyik. Bütün bunların arxasındakı elmə baxacağıq, valideynlər üçün kiçik bir yoxlama siyahısı hazırlamışıq, ona nəzər salacağıq və sonda da çox vacib bir məsləhətlə yekunlaşdıracağıq. Gəlin ilk olaraq bu biotiklər nədir, onu aydınlaşdıraq. Çünki bilirsiniz, bu sözlər indi hər yerdə qarşımıza çıxır. İstər marketdəki məhsulların üzərində olsun, istərsə də həkim otağında. Baxın, probiotiklər, onlar əslində canlı, faydalı bakteriyalardır. Təsəvvür edin ki, uşağınızın daxilə aləminə, yəni bağırsaqlarına köməyə gələn yaxşı əskərlərdir. Onların məqsədi oradakı mühiti gücləndirməkdir. Bəs prebiotiklər nədir? Onlar da xüsusi növ qida lifləridir. Amma bir fərqlə. Bu lifləri biz yox, bağırsağımızda yaşayan o yaxşı bakteriyalar, yəni probiotiklər yeyir. Yəni prebiotiklər həmin o yaxşı əskərlərimizin qidası, enerjisidir. Yaxşı, bəs bu ikisi bir yerdə olanda nə olur? O zaman simbiotiklər yaranır. Bu, sanki bir desant qrupu kimidir. Həm əskərləri, yəni probiotikləri, həm də onların yeməyini, yəni prebiotikləri eyni anda hədəfə çatdıran güclü bir komandadır. Deməli, fərqi daha sadə anlamaq üçün belə düşünək. Bağırsaqlarımız bir bağçadırsa, probiotiklər bu bağçaya əkdiyimiz yeni, faydalı toxumlardır. Prebiotiklər isə, onlar da həmin bağçadakı yaxşı bitkilərin böyüməsi üçün verdiyimiz gübrədir. Biri əkir, o biri isə böyüdür. Yaxşı, bu kiçik köməkçilərin nə olduğunu anladıq. İndi gəlin daha vacib bir suala cavab axtaraq. Bütün bunlar uşağın immun sistemi ilə necə əlaqəlidir? Axı, söhbət immunitetdən gedir. Baxın, bu rəqəm həqiqətən heyrətamizdir. 70%. Bəli, uşağınızın bədənini qoruyan immun hüceyrələrinin 70%-dən çoxu məhz bağırsaqlarda yerləşir. Bu o deməkdir ki, bağırsaq əslində immun sistemimizin əsas qərargahıdır. Bütün əməliyyatlar buradan idarə olunur. Və uşaqlıq dövründə bu qərargah sadəcə idarə mərkəzi deyil, həm də bir növ hərbi təlim poligonudur. Trilyonlarla mikrob burada uşağın hələ yeni formalaşan immun sisteminə dərs keçir, ona kimin dost, kimin düşmən olduğunu öyrədir. Bəs bu təlim necə baş verir? Bax, burada bağırsaq immun oxu deyilən bir sistem işə düşür. Bu bir növ xüsusi rabitə xəttidir. Bağırsaqdakı o kiçik mikroblar prebiotikləri yeyir, nəticədə xüsusi maddələr istehsal edirlər. Bu maddələr də bağırsaq divarını gücləndirir və bütün immun sisteminə siqnallar göndərir. Yaxşı, bütün bunlar nəzəriyyədə çox maraqlı səslənir, elə deyilmi? Amma yəqin ki, siz də soruşursunuz, bəs real həyatda, elmi araşdırmalarda bunun bir təsdiqi varmı? Bu həqiqətən işə yarayırmı? Elm deyir ki, bəli, yarayır. Həmən o yaxşı bakteriyaların istehsal etdiyi maddələr var ha, onlara qısa zəncirli yağ turşuları deyilir. Bunlar sanki immun sisteminin gizli silahlarıdır. Butirat, asetat, propionat kimi molekullar həm bağırsaq divarını bir qala kimi möhkəmləndirir, həm də bədəndəki lazımsız iltihabın qarşısını alır. Gəlin konkret bir misala baxaq. Bu qrafikdə gördüyünüz kimi elmi araşdırmalar çox aydın göstərir ki, xüsusi probiotik qarışımlarını qəbul edən uşaqlar qrupunda, qəbul etməyən qrupla müqayisədə tənəffüs yolları infeksiyaları, yəni qrip, soyuq dəymək kimi xəstəliklər əhəmiyyətli dərəcədə az olub. Bu, real, ölçülə bilən bir nəticədir. Amma faydalar bununla bitmir. Sübuta əsaslanan tədqiqatlar göstərir ki, düzgün istifadə olunduqda bu probiotiklər kəskin ishalın müddətini qısaldır, antibiotik istifadəsindən sonra yaranan ishala qarşı qoruyur, hətta bəzi hallarda atopik dermatit, yəni ekzema riskini azalda, bəzi peyvəndlərin təsirini gücləndirə və ümumilikdə mədə-bağırsaq infeksiyalarını azalda bilər. Yaxşı, bütün bu faydaları eşitdikdən sonra bəlkə də düşündünüz ki, mən də övladım üçün bir probiotik və ya prebiotik sınamaq istəyirəm. Amma apteki və ya marketə gedəndə rəflərdə o qədər çox seçim var ki, adam çaşıb qalır. Bəs doğrusunu necə seçək? Əslində cavab məhsulun etiketində gizlidir. Sadəcə bir neçə vacib məqama diqqət etmək lazımdır. Gəlin baxaq, o ipuçları nələrdir? Deməli, 4 əsas şey var. Birincisi, ştamın adı.
Yəni təkcə Lactobacillus yazılması kifayət deyil. Onun arxasındakı GG kimi kod da vacibdir, çünki hər ştamın özünə məxsus faydası var. İkincisi, canlı bakteriya sayı. Amma diqqət edin ki, bu rəqəm məhsulun son istifadə tarixinə qədər keçərli olmalıdır. İstehsal anındakı rəqəm yox. Üçüncüsü, tərkibinin təmiz olması, yəni artıq şəkər, süni qatqılar, allergenlər olmasın. Və nəhayət dördüncüsü, əgər varsa, müstəqil laboratoriyalar tərəfindən verilən keyfiyyət sertifikatları. Və indi gəldik hər şeydən, amma hər şeydən daha vacib bir məsələyə. Təhlükəsizlik. Xüsusilə söhbət uşaqlarımızdan gedirsə, bu birinci şərtdir. Baxın, probiotiklər ümumilikdə sağlam uşaqlar üçün təhlükəsiz hesab olunur. Lakin, məsələn, vaxtından əvvəl doğulmuş və ya immun sistemi çox zəif olan körpələrdə vəziyyət fərqlidir. Bu sahədəki nüfuzlu təşkilatlar belə bu mövzuda çox ehtiyatlı olmağa, hər bir halda ailələrlə açıq danışmağa çağırır. Çünki burada risklər də ola bilər. Ona görə də bugünkü söhbətimizdən yadda saxlamalı olduğunuz qızıl qayda budur. Övladınız üçün hər hansı bir yeni qida əlavəsinə başlamazdan əvvəl mütləq öz pediatrınızla məsləhətləşin. Xüsusilə də uşağınızın hər hansı bir xroniki xəstəliyi varsa, internetdə oxuduqlarınız yox, həkiminizin sözü əsasdır. Və bütün bunlar bizi çox düşündürücü bir sualla baş-başa qoyur. Bəlkə də uşaq sağlamlığının gələcəyi, xəstəlikləri müalicə etməkdən çox, elə bu daxili ekosistemi qoruyub böyütməkdən, proaktiv olmaqdan keçir. Bağırsaqlarımızdakı bu kiçik köməkçilər bəlkə də düşündüyümüzdən daha böyük rola malikdir. Bu mövzu və digər sağlamlıq məsələləri ilə bağlı daha çox məlumat, hətta faydalı reseptlər üçün bizi izləməyə davam edin. İzlədiyiniz üçün təşəkkür edirəm, sağ olun.